Bugün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. Dövlət başçımız 24 dekabrda dünyaya göz açıb. Bu münasibət ilə bir sıra ölkələrin dövlət başçıları prezidentimizi təbrik edir. Ona ünvanladıqları təbrik məktublarında xoş arzularını, səmimi diləklərini çatdırırlar. Bəs vətəndaşlarımızın prezidentimizə hansı arzuları var? Arzularım onu sevənlərin arzularından az deyil. Yəni arzu eləyərəm ki, necə ki Qarabağ müharibəsini həll elədi, daha da çox sevgi qazandı və xalqımızın üzü güldü. Digər ölkədə iqtisadi, siyasi əgər əskiklərin də öhdəsindən gəlsin və sevgimiz daha da artsın. Nə arzu niyyəti varsa Allah qəbul eləsin. Başqa diləkləriniz varmı? Allah can sağlıq versin prezidentimizə. Devlet başımız o kadar mühim işler görüp ki, hem de 44 günlük müharibədə qələbə qazanmışıq, xarici siyasətimiz güclüdür. Yəni bu bizə fəxr yaradır. Biz bu mənada prezidentimizlə fəxr edirik. Yəni bu hər cür tərifə layiq bir insandır. Bugün də onun ad günüdür və biz onu ürəkdən təbrik edirik ad günü münasibətilə. Ona can sağlığı, uzun ömür arzuluruq. İşlərində daha da uğurlar, daha da yeni nailiyyətlər qazansın və bizim Respublikanın, dövlətin, ölkəmizi daha da yüksəklərə qaldırsın. Möhtərəm Ali Baş Komandanımızın şücaəti ilə 44 günlük vətən müharibəsində Qarabağı bizə qaytarması ilə öz gücünü sübut elədi və mən öz arzularımı ona çatdırıram ki, can sağlığı arzu edirəm və hər zaman güclü qalmasını arzu edirəm. Prezidenti bu ad günü münasibətilə təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Arzum odur ki, gələcək işlərində bu Mehdiyevləri təmizləsin. Qarabağa hər gün ziyarət edir. Həqiqətən bu danılmazdır. Hər an baxırsan ki, televizorda Qarabağda olur, Xankəndidə olur. Hamısında iştirak edir, baxır. Adi insanlarla, sadə insanlarla qonaq olur. Gedir evlərinə, girir. Sadə bir adam kimi. İlham Əliyevin Azərbaycan xalqı qarşısında atası qədər danılmaz bir köməyi var. Yəni onun bir yaxşı irəli getməyə qarşı nəsə bir planı var. Sağ olsun. Həqiqətən xalq ondan razıdır. Qoy ürəyim yanıqdır, qoy deyim. Dünyada nə qədər, kim kimə nə gözəl şey arzuluyor, onu mən prezidentimizi arzuluyuram. Kim də onu istəmir, Allah ona lənət eləsin. Möhkəm can sağlığı arzulayıram, işlərində uğurlar arzulayıram, ailəsində can sağlığı, xoşbəxtlik arzulayıram. Prezidentimiz doğrudan da qabiliyyətli, hər cür prezidentliyə layiq bir şəxsdir. O səbəbdən də biz ona nə arzulasaq təkcə ona yox, həm də xalqımızı arzuluyuruq. Arzumuz budur ki, ona Allah sağlam can versin, uzun ömür versin və o həmişə onun kölgəsi millətimizin üzərində olsun. Mən də prezidentimizi təbrik edirəm. Allah ona can sağlığı, uzun ömür versin. Elə o bu dəqiqə və yaxud da 100 illərdə bundan sonra prezidentimiz həmişə tarixdə yaşayacaq bir insandır. O Qarabağ qələbəsindən sonra prezidentimiz xalqın gözündə daha da yüksəldi, daha da böyüdü. Allah ona həmişə can sağlığı, uzun ömür versin.